Bismillah. Salam aleyküm aziz dostlar. Bu günləri inşallah sizinlə bir yerdə bildirsin kebab pişirəcəm. Öz oputumdan sizinlə biraz paylaşacağım. Çox adam bilmir bu izləyicilərdən. Mənim 23 il stajım var. 23 il aşbaz işləmişəm, universal aşbaz. 16 ilin Qazaxıstanda, 11 ilində Rusiyada. Bir çox şəhərlərində Azərbaycan kulinariyasının necə deyərlər, təqdim eləmişəm Allah'ın izniyle. Və çox böyük də nailiyyətlər qazanmışıq. Xoşum, manqaldır, bişiririk. Bildirsin əti marine olundu. Zakaz götürürük. İndi harada lazımdır, Bakı şəhərinə dastavka eləyə bilərik Allah'ın izniyle. Deməli, manqalı açırıq, açmamışdan qabaq. İndi ola bilər gələcəkdə kimsə sifariş verər, kimsə öz həyətində ailəsi üçün pişirər. Manqalı açandan sonra düz. Biraz duz səpirsən, gözünü qoruyursan ki, duz pullayır da atır. Gözünü qoruyursan, bismillah. Duzu niyə vurursan manqala? Manqala ona görə vurursan ki, kebab yağlı olar, zad olar, yanmasın. Çox. İndi nə edirik? Bura kebabı düzürük. Bax, seç bunu. Görürsünüz, marine olunmadı. Bir şişə, 1 kiloya 7 dənə bildirsin gedir. Hər bildirsində və burada 2 dənə bildirsin var. Bölmüşəm 4 yerə. 1 kiloya 7 dənə bildirsin gedir. 7 dənə də 2 yerə böləndə 14 dənə eləyir. 14 dənə bildirsin, elə bir ki 7 dənə pito bildirsini bölü 2 yerə də bilin. Kilosu 20 manata. Kim istəsə sifariş verə bilər. Bakının hər hansı bir bölgəsinə çatdırma eləyə bilərik. Ödənişli çatdırma eləyə bilərik. Bu qaydada da bişiririk. Deməli, burada 3 kilo yarım bildirçin var. 20 dənə bildirçindir. Daha ki 3 kilo yarım yox. 20 dənə, hardasa 3 kilo da, səhv edirəm. Kim istəsə marinabat eləyirik, bismillah ilə kəsirik. Tərtəmiz, baxın. Soyduğu təmizlədikdən sonra yoğuruq eləyirik, marinabat eləyirik. Sizə çatdırırıq. Telefon nömrəmi deyirəm, 050 743 87 31. Sifariş verə bilərsiniz. Aziz dostlar, yüngül vardı bir tərəfi kızarandan sonra başlayırıq çevirməyə ki yanmasın. Elhamdülillah. Bildirsin əti çox xeyirli dostlar. Çox xeyirli, dəhşət dərəcədə xeyir. Yumurtası da özü də. Allah Subhanahu taala Quran-ı Kərimdə 3 dənə yerdə bildirsindən bəhs edir. Onun ətin nə qədər xeyirli olduğundan bizə Rəbbimiz bizə deyir. Cənnət quşudur bildirsin. Yavaş-yavaş tixaxodla pişiririk. Tixaxodla. Belə şənlik eləmək, məsələn, evində balaca məsələsini deyək ki, yığıncaq eləmək istəyən insanlar da məsəl üçün zəng eləyə bilərlər. Bir gün qabağızdan gəlir məsəl üçün, gedib əti də alaram, əti bir yerdə alarıq, marinavatımı eləyərəm, əti tərbiyə eləyərəm, səhər süründə gedib bişirə bilərəm, yəni, Allah'ın izniyle. Yəni, sıxıntı yoxdur. Yəni, onsuz da sənətim olaraq bu heyvancılıq mənim xobbimdir. Amma sənətim aşbazdır, universal povur. Yavaş-yavaş pişiririk. Tələsmirik heç yerə. Əsas o da altını, manqalı. İt eləmirik ki, kebab yanmasın.
Yavaş yavaş çeviririk. Baxın, maşallah. Bu kızaracaq. Bunu 4 tərəfini də biz pişirəcək inşallah. Hər bir 4 tərəfini. Alt, üst, yanların. Hər iki yanın. Hansı tərəfi az qızarıb, quyruğu da aşı qızarsın. Biz əti dostlar, yəni marinavat edib göndəririk çiğ halda. İstəyən olsa məsəl üçün bişirib də göndərə bilərik. Çünki adam məsəl üçün bina evində qalır ki, şəraiti yoxdur və yaxud da həyətdə imkan yoxdur pişirməyə. Biz pişirib göndərərik, problem deyil. Biz deyəndə mən pişirib paket qablarımız var, qablaşdıraram, göndərərəm. Heç bir sıxıntı yoxdur. Kamera dondu, istidən dondu. İndi məcburam arxadan çəkim. İndi yan tərəflərini pişirdik. Üç tərəfini qızartdıq. Bildirsin tez pişəncə idi. Tez pişir yəni. Baxın dostlar. Maşallah, bir daha onun renginə baxın. Maşallah. Saçın. Abacayım. Böyle kebapçın. Həmişə mənim ustalarım öyrədirdir. Kebab soçun olsun, quru olmasın. Duzun normal olsun. Yandırma. Birinci mənə həmişə nəsiyyətləri olur. Məsələn, özləri durdu yanında. Haradasa söhbət edirəm, neçənci ilin? 2002-2003-cü illərim. 2001-ci illərim. Öyrədirlər ki, şeydir. Dururdu yanımda, deyirdi pişir. Deyirdim, yol usta, sən pişir də, mən baxıram. Deyirdi, pişir. Durmuşam yanımda. Əsas odur ki, tez-tez qoyma qurusun. Deyirdi, baba, indi çevir. Sual vermirdim, verməyə utanırdım sual. Niyə? Özü deyirdi ki, məsəl üçün, bax, qoyam ki, səndən manqal qoxsun, sən manqaldan qoxma, deyirdi. Elhamdülillah. Həmişə ustalarımın sözünə qulaq asmışam. Həmişə əlimdən çay yerə düşməyib. Gəl, öyrətsinlər mənə. Çay, içib qurtardı, usta bir dənə çay göndərir, gətireyim. Hə, yaxşı. Deyir də, sən bizi axırda partladacaqsan. Onu niyə görə eləyirdim ki, öyrətsinlər. Məndən heç nə gizlətməsinlər. Axı, mən gənc idim, bilmirdim, məsəl üçün. Düşmüşəm kuxunya birdən-birə, heç nə bilmirəm. Məsəl üçün, deyir, ged oradan rozbif gətir, nə bilim, ged oradan qalanskı sır gətir, dorbuluyu gətir, onu gətir, bunu gətir. 4 dənə ustaya eyni vaxtda köməkçi idim. Həm fırıncıya, həm kebabçıya, həm qariyək, həm də xalodniya. 4-ünə də bir dənə köməkçi idim kuxunada. 4 dənə də power var idi. Biri inastrançı, biri İranlı idi, biri Türk idi. Vay vay vay. Səhər saat 7-dən gəlirdim, axşam saat 2-yə qədər. Hamıdan gec mən çıxırdım. Hamısı saat 11-də 12-də gedirdi, mən qalırdım. İranlı deyirdi, 40 kilo düyü, ged o böyük vanla var idi. Orada yu 3 dəfə. Şeylə, suyun suyu, əvvəl dedi bir dənə o artda. 40 kilo düyünü bir dəfə atlayırdım, dənə-dənə. Sonra onu 4 dəfə vanlanın içində yurdum. Sonra 2 kiloluq, 3 kiloluq duzlar var idi. Onu əridirdim,